təşəkkür edirəm. Buyurun, Kamran bəy, sizə verək sözü. Buyurun. Hörmətli millət vəkilləri, hörmətli Azərbaycan xalqı. Bugün əslində önəmli bir gündür, seçkilər. Bizdə neçənci seçki kampaniyası? Üçüncü dəfədir, eləmi? Bəli, üçüncü dəfə. Bu davam edəcək, əziz xalqım. Bizim paylaşmağınız üçün. Biz qonşu dövlətlərə baxırıq, məsələn, Türkiyə, hətta İran, bir mikrofonlar və adi vətəndaşa yaxınlaşanda onlar necə təmtəralı çıxış edirlər, öz sözünü, öz fikrini deyirlər, öz haqqını tələb edirlər. Elə də biz istərdik ki, Azərbaycanda da xalq öz azad sözün, öz azad fikrin deyə bilsin və o cümlədən bu qədər də kifayət etmir deyə ən azından da biraz ictimailəşsin. O bilənlər də, bilməyənlər də heç olmasa sözün ictimai platforma əlində ən azından balaca bir ağıllı bir cihazla sözün çatdıra bilsin. Bunların üzərinə hakimiyyət gələ bilməz. Nə qədər gəlsə də o qədər də səs-səda bu cihazı yaradan xaricdir. Nə demək istəyirəm? Bir məsələ, mən indi seçki ərəfəsində mənə bir zəng gəldi. İstəmirdim, yəni hakimiyyətdən kənara çıxmaq istəmirəm, amma bu bir vacib məsələdir. Mən seçkilərdən biri, dedim, mən səs vermişəm. Cəlilabad rayon Alaşar kəndindən. Xüsusilə diqqətinizə çatdırmaq istəyirəm ki, bu kadrı Əziz Qurban bəy, Əziz Teymur bəy, siz bu kadrı mənim çıxışımı parça da olsa qoyasınız YouTube-a, onu paylaşacaqlar. Gönkən cəmaatı və Cəlilabad. Mən buradan bir seçkilərdən Cəlal Kərimov, Alaşar kəndindən. Mənə deyir ki, qardaş, bizim kəndə o dövr ki, Azərbaycanda qaz xətlərinin çəkilməsi və işıqların bərpası falan, o dövrdə qaz gəldi Cəlilabad rayon Komanlı Sovetliyinə, ərazisinə qədər gəldi və deyirlər ki, Alaşar kəndi də o nəzərdədir. Amma ona baxmayaraq ki, Alaşar kəndinə təmtəralı böyük bir məktəb tikilməsinə baxmayaraq yol çəkilmədi. Və buna baxmayaraq Alaşar kəndi relyefi meşənin daxilindədir. Meşənin daxilində deyə o ərazidə əslində qaz olmalıydı. Hansı ki, Cəlilabadın meşəli ərazilərində Ağdaş Sovetliyi var. O ərazidə qaz gəldi, xətti çatdı, hətta Toyuqbulaq kəndinə qədər. Qeyd edim ki, Alaşar kəndində mənim məlumatım var ki, Alaşar kəndi də o istiqamətə yaxın deyə ora qaz xətti çəkilməliydi. Halbuki o vaxt SOCAR-ın sədri, adı nədir? Rövnək. Rövnək özü gəlmişdi şəxsən açılışına. Amma Alaşar kəndinə o qaz xəttləri gəlmədi. Bugünkü gündə də insanlar hardan istilik tapır? Meşədən. Və Alar meşəsi də, Alar kənd cəmaatı indi məni izləyir. Alar deyirəm, Alaşar kəndi. Alaşar kənd cəmaatı məni izləyir. Alaşar kəndində də artıq meşələr seyrəlib. Daha sıx meşələr artıq otlaq sahəsinə çevrilib. Gör, vəziyyətə bax. Mən buradan səslənirəm Cəlilabad rayon icra hakimiyyəti. Səhv eləməsəm, Rafiq bəydir. Yetər ki, onlar bizi görmək istəmir, səsimizi eşitmək istəmir, amma düşünürəm ki, mən hörmətlə yanaşıram. Rafiq bəy mənim səsimi eşidəcək və çalışacaq ki, mənim bu çıxışıma baxacaq. Eləcə də qaz idarəsi, eləcə də bu çıxış dövlət səviyyəsində baxılacaq. Hal-hazırdakı vəziyyət Alaşarda həm yol problemi, baxmayaraq ki, dövlət yeni məktəb ikincisini həyata keçirdi. O cümlədən Göytəbə şəhərində də yeni məktəb tikilib. Amma yol yoxdur. Yolda insanların öz şəxsi vəsaiti hesabına yola daş, çınqıl və s. işlər görürlər. Amma istilik məsələsi də meşə ərazisidir deyə qaz xətləri dayandırılıb. İndi bu təbii ki, biz kritik danışsaq əgər, biz bilirik ki, bu lahiyyətə olsa da belə, bunu niyə dayandırıblar, nə səbəbə dayandırıblar, bunu özləri gözəl bilirlər və biz də öz daxilimizdə bilirik. Və bilməyimizə baxmayaraq biz də deyirik, çəkinmirik burada. Obri məsələlər necə örtbasır eləyibsə, bu da belə də örtbasır eləyib. İstəyirəm, dəyərli Kamran bəy, sabah gəlin qonağımız olun, bütün məsələləri geniş danışaq. Tamam, mən biləm, bu məsələlər geniş məsələdir, ona görə icazə verin, telefon zənglərinə cavab verək. Buyurun. Buyurun, dəyərli Tərənnə xanım millət vəkili.